Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün 11-ci siniflərin keçirdiyi buraxılış imtahanından qrammatika suallarının izahına baxaq. Deməli, frazeoloji birləşmələrdən biri mənaca başdan çıxarmaq birləşməsinin sinonimidir. Burnu ucu göynəmək deyil, canına yağı kimi yayılmaq. Burada 31-ə cavabımız olacaq. Ağlını əlindən almaq D variantı. 32-ci suala baxağın. Nümunələrdə birində tərkibində leksik şəkilçi olan isim müstəqil cümlə üzvü deyil. Deməli, bu hər hansısa bir söz birləşməsinin aslı tərəfi kimi çıxış edə bilər. Vaxtımız yetməsin elə cavablara baxaq deyə cavabımızda B variantında nə etdi? Cəhd edirdi. Kim? Çoban. Nəyə cəhd edirdi? Yara izini gizlətməyə. Buradakı yara sözü düzəltmədir. Yarmaq feilindən yara ismi yaranıb. Və bu burada müstəqil cümlə üzvü deyil, yara izini gizlətməyə məsdər tərkibinin aslı tərkimi çıxış eləyibdir. Sonra növbəti suallara baxaq. Burada oldu cavabımız 32-də B variantı. Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra xidmətçilər atları yəhərlədilər cümləsinin sintaktik təhlili sxemini müəyyən edin. Nə etdilər? Yəhərlədilər. Nəyi yəhərlədilər? Atı yəhərlədilər. Tamamlıq. Kim? Xidmətçilər, mübtəda. Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra. Burada isə bunlar bütünlüklə çəkəndən bir neçə saat sonra olacaq zəflik. Bu isə olacaq zəflik. Deməli, zəflik, mübtəda, tamamlıq, bir də xəbər olacaq. Cavabımız olacaq burada Y variantı. 33-də cavabımız oldu Y variantı. Fe'li bağlama tərkibi işlənən cümlə, fe'li sifət tərkibi işlənən cümlə, məsdər tərkibi işlənən cümlə, dağları aşan selənmən, dağları aşan an var, fe'li sifət tərkibi olacaq. Deməli, bunu 1, 2, 3 belə yazaq, variantlarımızda qabağından qeyd edək. Fe'li bağlama tərkibi işlənmiş, fe'li sifət tərkibi işlənmiş, bir də məsdər tərkibi işlənmiş, A olacaq 2-nin qarşısında. Uzun yollar keçərək, burada araq, ərək şəkilsi fe'li bağlama tərkibi yaratmışdır, 1-ə olacaq B variantı. Vida deyib elimə, yolu aldım əlimə. Vida deyərək, buradakı ıb fe'li bağlama şəkilsidir və fe'li bağlama tərkibi yaratmışdır. 1, B, C, 2, A, baxaq 3-cüyə. Sonra bu bayrağı ucaltmaq, maqmək, məsdər tərkibi yaratmışdır. 3-ə D, bir də azadlığın yolunda ölmək, maqmək, məsdər tərkibi yaratmışdır. Bu da olur E. 1, B, C, 2, A, 3, D, E. Baxaq görək hansı variantda verilib bizə. Verilib D variantında. 34-cü sualımız olacaq D variantı. 34 olacaq D variantı. Kim məhsul yığımını kömək edəsə, sədr onun məzuniyyət müddətini artıracaq. Cümləsi haqqındakı fikirlərdən biri səhvdir. Deməli, burada tabeli mürəkkəb cümlə işlənib. Baxaq görək, budaq cümlə nə zaman gəlib, əvvəldə gəlib və yaxud da sonra gələk. Baxıram burada. Eləsə, sasə vardır ki, şərt şəkildir. Sadır, sa plus, dadır, sa plus belədir. Bağlayıcı sözləri və yaxud da bu ixtisar formasının köməyi ilə bunlar bir-birisinə bağlanmışdır. Burada kim bağlayıcı sözü vardır. Deməli, baxırıq burada elə vaxtımızı itirmədən C variantına. Budaq cümlə, baş cümləyə bağlayıcı söz və isə köməkçisi hissəciyinin köməyi ilə bağlanmışdır. Buradakı sa isə hissəciyi deyil. Buradakı sa şərt şəklidir. Şərt şəklinin sahasıdır. Burada cavabımız olacaq C variantı. 35-də C variantı. Baxaq 36-ya. Nümunələrdə işlənmiş xitablara əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Xitablara əsasən deyir. Burada baxaq görək xitabımız hansıdır? Gözəl dost. Üçbucaq olan hissədə. Of dostum, qardaşım, xoş buyurmusan. Deməli, birincidə söz birləşməsi ilə ifadə olunmuşdur. Uyğunluğu axtarırıq. Bəli, gözəl dost söz birləşməsidir. Deməli, birincini götürürük. Xəbərlə tabiilik əlaqəsindədir. Burada xitab hər hansısa bir cümlə üzvü olmadığı üçün xəbərlə hər hansısa bir tabiilik əlaqəsində, yəni uzlaşma, yanaşma, idarə əlaqəsində girə bilməz. 2 yanlışdır. Vergül işarəsi olmasa mübtəda kimdə düşünmək mümkündür. Burada vergül işarəsi olmasa mübtəda kimi düşünmək qeyri-mümkündür. 3 yanlışdır. Baxırıq 4-cüyə, yəni kvadratın altına, yəni kvadrata uyğun olanları seçirik. Nitq hissəsi ilə ifadə olunmuşdur. Bəli, of nidadır, dostum, qardaşım da isimdir. Deməli, bunlar nitq hissəsi ilə ifadə olunmuşdur. Elə 1 ilə 4-ü götürsək,
Cavabımız olacaq nə? C variantı. Burada C variantı. Xitab ona qoşulmuş nida ilə birlikdə müraciət bildirir. Çağırış nidalarıdır ki, xitabla qoşulduqda xitabdan sonra vergül qoyulur. Ey nidası istisna ki, o vəziyyətə görə dəyişə bilər. Xitaba aid təyin işlənmişdir. Burada xitaba aid təyin görmürük. Deməli, 36-cı sualımız C variantı. Favorit O yazılmalıdır. Pianino A yazılmalıdır. A variantı gedər. Sonra Davüstü T yazılmalıdır. Geometrdə D yazılmalıdır. B variantı gedər. Prototip O yazılmalıdır. Metaforda A yazılmalıdır. E gedər. Fanatizm A yazılmalıdır. Mavzoley O yazılmalıdır. C variantı gedər. Çamadan A ilə yazılmalıdır. Filarmoniya A ilə yazılmalıdır. Cavabımız olur D variantı. Cümlədə yol verilmiş səhvləri düzəltmək üçün altından xətt çəkilmiş hansı hissələri cümlənin tərkibindən çıxarmaq lazımdır deyir. Nə tamaşaçılar vaxtında gəlmədilər, nə də konsert deyilən vaxtda başlamadı. Deməli, burada nəyi nəzərə saxlamalıyıq? Bir növ gedək inkarlıq bağlayıcıları olan qaydamıza. İnkarlıq bağlayıcısı olan cümlənin demişik ki, xəbəri təsdiqdə olmalıdır, inkarda olmalı deyil. Yəni, bu cümlədə dəyişiklik etmək istəyirsə, ya biz buradan 1 ilə 4-ü inkarlıq bağlayıcılarını çıxartmalıyıq ki, xəbərimiz inkarda olaraq qalsın və yaxud da 2 ilə 5-i, yəni inkarlıq şəkilçilərini çıxartmalıyıq ki, cümləmizin feilləri təsdiqdə olsun. Deməli, 1 ilə 4, bir də və yaxud da 2 ilə 5 cavabımız C variantıdır. Sonra nə deyir? Doğrudan nə böyük bir təmtəraqla cəlalla qurulmuş burada təbiət, baxdıqca gözəldir burada canlı sənət, nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, doğrunun altından doğruları, yanlışın altından yanlışları seçməliyik, uyğunluğu tapın deyirsə. Düzəltmə sifətlərdən birinin kökü feillə amonimdir. Burada düzəltmə böyük sözümüz var bizim, bir də canlı sözü var. Böyük sözünün kökü böyümək feilidir. Yəni, bu kökü, bu düzəltmə sifətimizin kökü feillə amonim deyil. Bu yanlışdır. Götürməliyik. Bəzi hərəkət zərfləri təsriflənməyən feilə aiddir. Təmtəraqla qurulmağa aiddir. Necə qurulmuşdur? Təmtəraqla qurulmuşdur. Digər hissədə biz zərfləri görmürük ki, aid olsun. 2 yanlışdır. 3. Həm əvəzlik, həm də əvəzliklə amonim olan ədat işlənmişdir. Deməli, baxıram, burada bu əvəzliyimiz işlənib. Bir də əvəzliklə amonim olan nə ədatı işlənibdir burada? Nə ədatı işlənib? Qüvvətləndirici ədatımız işlənib. Deməli, 3-cü doğrudur. Təsriflənməyən feil məchul növdədir. Baxırıq, təsriflənməyən feilimiz baxdıqcadır. Baxdıqca. Bax sözün kökü, dıqca da feili bağlama şəkilçisidir. Söz sadə söz olduğuna görə feilin məlum növündə olur, məchul növündə olmur. Yanlışın altına yanlışı götürürük, 4-ü götürdük. İsimlər adlıq və yerlik hallarda işlənmişdir. Baxırıq, görək burada hansı isimlərimiz var? Təbiət ismi var, bir də sənət ismi var. Deməli, bunlar da adlıq halda işlənmişdir. Yerlik hal şəkilçisi qəbul edən burada sözü zərfdir, isim deyil. Deməli, 5 də yanlışdır. 4 ilə 5 götürürük. Cavabımız olur 3, 4, 5. A variantı. Sonra baxırıq növbəti suala, 40-cı suala. Hansı cümlədə mübtəda vəzifəsində olan, yəni kim, nə sualına cavab verən OB əvəzlərindən sonra vergül düzgün qoyulmayıb. Deməli, qaydamızı yada salaq. OB əvəzi kim, nə sualına cavab verərsə, özündən sonra nə gələrsə, vergül qoyulmaz və yaxud da vergülün qoyulması yanlış olar. Əvəzlik gələrsə, təsriflənən feil gələrsə, məstər, feili bağlama, köməkçi nitqlərlə qoşma, bağlayıcı ədat gələrsə, vergül düzgün qoyulmaz və yaxud da qoyulmaz. Deməli, bu anamdan qalan yeganə nişanədir. Bu nə sualına cavab verir? Anam sözü isim olduğuna görə vergülün qoyulması doğrudur, 1 gedər. Sonra bu hər kəsin marağını ifadə edir. Bu nə sualına cavab verir? Mübtədadır. Hər kəs qeyri-müəyyən əvəzli olduğu üçün vergülün qoyulması yanlışdır. 2-ni götürməliyik. Demə bu dostumdur, bu düşmənimdir. Burada demə modal sözdür. Bu nə sualına cavab verdi özünün sonra dostumdur. Odan sonra həmçinin də düşmənimdir isimləri gəldiyi üçün vergülün qoyulması doğrudur. 3-də gedər. Bu göyərçinlərin
xatirələrimizi oyadan səsidir. Bu nə sualına cavab verdi? Göyərçin isim olduğu üçün vergülün qoyulması doğrudur, 4-də gedər. O ağıllı adamlarla dostluq edirdi. O kim sualına cavab verdi? Mübtədadır. Ağıllı sifət olduğu üçün vergülün qoyulması doğrudur. 6-da o heç yaşıl meşəni belə təsəvvür etmirdi. O nə sualına cavab verdi və yaxud da kim sualına cavab verdi? Mübtədadır. Heç inkarlıq ədatı olduğu üçün özündən sonra vergülün qoyulması yanlışdır. Cavabımız olmalıdır 2 ilə 6 C variantı.